Yallah. Vay 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 vay. Vay 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 vay. Kırıldı. ...24 çerçevelik bir ailedir dostlar. Ay maşallah. Hem de bizim için erkek arılar yetiştiren pətəydi dostlar. Yani bu ata ailesidir. 30'luq çerçevelerle 24 çerçevelik bir aile. Erkek arılar, qoçaq oğlanlarımız. Maşallah olsun. Oy maşallah. Maşallah olsun dostlar. Bir neçə günü artık bu ailelerden bal kesmək olar. Ay maşallah. Ay maşallah. Demək 2023-cü ilin ana arısıdır dostlar. Gözəlçəmizi tapmaq lazımdır. Gözəlçəmizi yumurta koymasına bir qədər fasilə vermək lazımdır. Aha. Bu da bizim gözəlçəmiz. Bakın gözəller gözəli. 2023-cü ilin gözəlçəsidir. Şimdi biz bunu biraz fasilə Get gözəlçəm.
Gözəller gözəlim. Gözəlçəmizin işini gördünüz. Gözəlçəmizi izolyatora saldıq və arılar biraz agresivləşir. Deməli dostlar, bəzi bədbəxt insanlara bu gülməli gələ bilər. Amma arıçılıqdan başı çıxmayanlar var ki, yəni bəzi bədbəxt bir məxluqlar. Onlara bu gülünc gələ bilir, amma yaxşı, başa düşdüm. Narahat elədim sizi günəşin istisində. Demək, amma bu çox gözəl bir şeydir dostlar. Bu yazıq insan, bu bədbəxt insan bilmir ki, bu ana arını təxminən 25 gün və yaxud bir aydan sonra buradakı bütün balları kəsib rahatca və varoanı da bir üfürməklə təmizlənmək necədir? Yoxsa bütün il boyu əlində cürbəcür kimyəvi dərmanlar fıs hafız arıya, yəni bəziləri, yəni yəqin ki düzgün başa düşərlər. Hansı ki mənim videolarıma şərh yazır, mız qoyan o bədbəxt insanlara, onlara göstərmək üçün bunu deyirəm. Ya Allah! Mənim bu videolarım kimlərəsə gülməli gəlir. Bəzi xəstə insanlar var ki, onlara gülməli gəlir. Ay yazıq, ay bədbəxt. Sən ana arının damlanmasını bilmirsən, başın da çıxmır, eləyə də bilməzsən. Çünki onu eləsən, ən azı bilmirəm, sən arıçısan, nəsən bilmirəm. Amma mən dəhşətə gəlirəm ki, gör insanlarda nə cür xislətli, nə bunlar xislətli insanlar var. Yəni elə bir insan var ki, yaxşı da bildim. İndi hələ 5-10 ildən sonra sən bilərsən ki, mən Teymur Əliyev nələr eləmişəm və insanlar da bundan bəhrələnib, insanlar da bundan öyrənib. Ay bədbəxt, ay yazıq.